Qızlar, bilirəm soruşacaqsınız, onun üçün ündən dedim deyim. Mənim bu donum Nəzrinin butikindəndir. Orada bu arada yeni kolleksiya da gəlib. Çox gözəl günlük donları var, ətəkləri var, şal var, hər şey var yəni. Mən Nəzrinin geyimlərini sevirəm, bilirsiniz. Belə. Çox keçirdim. Və qızlar, əgər saçınız yağlıdırsa və həmən evdən çıxmalısınızsa, saçınızı yumağa vaxtınız yoxdursa, o yağlı görüntünü ağıl buraxmadan, anında yox edən və çox gözəl kokos iyisi ilə saçınızda qalan quru şampuan sizə göstərəcəm. Baxın. Bir dənə ağlığı, hətta volüm belə verdi də, yəni görürsünüz. Normalde quru şampuanlar şey kimi qalır, belə ağ qalır. Un kimi. Amma bunda qalmır. Qiyməti də çox münasibdir. İyisi də çox gözəldir. Və budur. Getdi bütün yağlılıq. İndi istədiyim kimi kladka da edə bilərəm, yığa da bilərəm. Mən yığmağı seçirəm. Amma görüncə gözəl oldu. Demək qızlar, bir çoxunuz məndən soruşursunuz ki, siz yay-qış saləriyə çoxmu gedirsiniz falan. Mən əslində bəli, yay-qış saləriyə gedirəm, amma yayda daha çox gedirəm. Qışda saləriyə biraz az getmək üçün, məsələn, bir gündən bir getmək əvəzinə, 5 gündə, bir həftədə bir dəfə getməyi də tərcih edirəm. Amma bununla bağlı da bronz qalmaq istəyirəmsə də nə edirəm? Belə bir günəşsiz bronzlaşdırıcı kremlər, spreylər var. Məndə Garnier'in var, bir neçə markanın var. Garnier'i də çox bəyənirəm. Sadəcə sprey kimi duşdan sonra vurursunuz bütün bədəninizə. Çalışın əllərinizin içinə dəyməsin. Əlcəklə eləsəz daha gözəl olar. Və bir gün bədəninizdə qalır, sabahsı gün yuyursunuz. Yuduqdan sonra təkrar eyni şey eləyin. Mən indi bunun da linkini qoyacağım. Düzdür. Günaydın qızlar, necəsiz? Yuxudan indi oyanmışam. Biraz işlərim var bugün. Demək bugün üzümü Bioderma'la yox, Nivea'nın bu köpüğüyle yuyacağım. Bunu da çox sevirəm. Bunu da artıq 16-17 yaşımdan istifadə edirəm, nə yalan deyim. Bundan nə qədər bitirmişəm, onu Allah bilir. İndi bilmirəm Trendyolda bundan tapacağım ya yox. Taparamsa sizin üçün link qoyacağım. Bir də Nivea'nın bir-iki şeyləri var ki, sevirəm onları. Onları da sizinlə paylaşacağım. Amma ən sevdiyim məhsulu Nivea'nın bu üzüyüm adı. İndi tapsam sizin üçün link qoyacağım mütləq şəkildə. Üzümü yuyum.